Bir tərbiyə prosesi çox mürəkkəb bir prosesdir. Sırf qadağalarla məsələləri tənzimləmək nə mümkündür, nə mən bunun tərəfdarı deyiləm. Bilirsiniz, qadağalar ümumiyyətlə insanlarda bəzən yersiz maraq yaradır. Mən demirəm tərbiyə zamanı heç nəyi qadağan etmək. Yəni burada bir orta yol tutulmalıdır. Yeri gəlmişkən dinimizin də tərbiyə konsepsiyası mövcuddur. Yəni dinimizdə tərbiyə 7 illə bölünür. İlk 7 ildə uşaqların tam sərbəst buraxılması haqda hədislərimiz mövcuddur ki, uşaqlar 7 yaşına qədər tam azad olmalıdır. Onlara hər hansı bir məhdudiyyət tətbiq edilməməlidir. Təbii ki, uşaqlar kənardan nəzarət olunmalıdır, qorunmalıdır, amma olmaz sözünü mümkün qədər eşitməməlidir 7 yaşına qədər. 7 yaşdan sonra isə artıq hədislərdə qeyd olunur ki, övladlarınıza ədəb öyrədin. Yəni müəyyən məhdudiyyətləri tətbiq etməyə başlayın, amma bunu məhəbbətlə edin. Yəni məhəbbət göstərin. Ailələrdə məhəbbətin azalması neqativ hallara gətirir.